Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat, axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində küllü miqdarda narkotik vasitə marihuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına çay yükü aparan vaqon Cənub Astara Gömrük postunun Astara Dəmir Yolu Gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı vaqonda olan çay yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kiloqram 800 qram narkotik vasitə marihuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.